Ayətullah Cavadi Amuli, İmam Hüseynə əleyhissalama ağlamağın təsiri. İbadətdə və qeyri-ibadətdə mütləq olaraq xuzu ilə ağlamağın özünə məxsus bir təsiri var. Şəhidlər sərvəri İmam Hüseynə əleyhissalama ağlamağın isə digər bir təsiri var. Bu ağlamaq və göz yaşları bizi vilayətə, imamətə və onları sevməyə yaxınlaşdırır. Onlara məhəbbətimiz və sevgimiz olduğu zaman onların sözlərini eşidəcək, qəbul edəcək və əməl edəcəyik. Ona görə də bizə deyiblər ki, əgər gecə namazı qılırsınızsa namazlarınız da ağlayın. Ağlayan insan mehriban, rəhmli olar, nəinki rəhmsiz və daşürəkli. Bizə Hüseyn ibn Əlinin əleyhissalam məclislərində iştirak etməyi ona görə deyirlər ki, çünki cəmiyyətdə yaşamağın ən yaxşı yolu budur. Bu maarif və təlimlərlə əlaqəsi olmayanlar həmişə çətinlikdə olarlar. Ağlamaq və göz yaşları həm insanı mehriban və rəhmli edir, həm də kamil insana, imama qarşı məhəbbət yaradır. Onlara məhəbbətimiz olduqda o zaman onların sözlərini eşidəcək və əməl edəcəyik.